Sabah xeyir dostlar. Necəsiz? Mən Məryəm. Dostlar, bugün sizlərlə bərabər Şamaxı vlog çəkirəm. İndi durmuşam. Saat 8-ə qalır. Bugün biz ailəlikcə gedirik Şamaxıya. Bugün atamın az günüsüdür. Ona görə bir günlük gedəcəyik. Məncə bir gün bir gecə eləyir. Amma bir gün dəhşət isti var. İstiyə oyandım. Hardasa 9-da, 10-da falan duracaqlar. Biraz daha tez durarlar məncə. 9-da ya da 9-un yarısı. Bu saatlarda duracaqlar. Ona qalmış, 9-a qalmış, çıxacaq yola. Bu arada saçım falan dağınıqdır. Dediyim kimi indi yuxudan durdum. Videoya zaten tez dedim videonu çəkim, başlayayım. Nəysə belə. Mən saçımı necə edəcəm, nə geyinəcəm. Dostlar, əslində ağlımda bir dənə daha doğrusu kombin var. O da ki, şalvarım okeydir. Sadəcə koftam bilmirəm tam dəqiq. Və dostlar, mən çamadanımı yığmışam. Dünənləri cidden çox işim vardı. Dünənləri mən zaten özümə paltar almaya getmişdim. Vloglayacaqdım, vloglayamadım. Çamadanımı yığma vlogu çəkəcəkdim, vloglayacaqdım. Onu da vloglaya bilmədim. Ev yoxdur. Şamaxıya gedərik. Orada geçir videolar. Dediyim kimi deyəsən bir gün qalacaq. Yəni bir dənə qalacaq. Bir gün qalacaq. Ona görə belə. Oteli falan çəkəcəm. 2 saat yarımlıq deyəsən yol var. Bilmirəm, onlar yolda dolaşaram. Yuxum gəlir. Bu saatdan sonra zaten yatan deyiləm. Telefonumu şarja qoymalıyam. Dünən gecə qoymamışam. Belə. Vaxt keçsəydi zaten videonu atacağım, çəkəcəm. Biz hazırlaşdıq. Arxa biraz dağınıqdır, bağışlayın. Belə oldum. Rahat geyin. Yolu çəkməyə çalışacağım. Belə. Bu arada bu itmişdi. Təzəsini aldım. Çəkməyə çalışacağım hər yeri. Burada bagajda oturacağım. Çamadanlar. Burada stol qoyduq. Qabaqda da belə oturacaq. Amma mən arxada otururam. Çatdıq. Belə şeylər, aksesuar. Belə beşiğin yeri. Belə yaşıllıqdır. Otelin adı Abqoradır. Saat hardasa 2-də falan otelə gedəcək. Daha doğrusu bura otel nə idi? Bura yemək yerdi, restorandır. Abqora. Burada gəldiyi atışdırmağa gedəcəyik birazdan otelə. Saat 2-də. Deyil. Rasa çıxaq, şəkil çəkdirək. Okay, video çəkək. İstidir, hə.
Çox istidir. Terasa çıxırıq şəkil çəkdirməyə. Gün çoxdur. Ay ayağım ağrıdı. Amma çox qəşəng mənzərə var. Səndən yar. Otelimiz. Otaqlarımız belədir. Otağımız belədir. Belə. Bu da tualetdir. Çox qəşəngdir. Baxın. Çox bəyəndim mən, tualet daha qəşəngdir. Belə. İndi nə edəcəyik? Atamla qardaşım bu arada burada yəni havuza girmək qadın və kişi saatıdır. İndi qardaşımla atam gedir havuza və saat 4-dən 6-ya qədər də qadınlar girir. Biz də 4-dən 4-də havuza düşəcəyik, 6-da falan yəqin çıxarıq. 1 saat, 2 saat. 6-dan sonra 11-ə qədər desəm ümumidir, yəni kişi, qadın. Oteli çox bəyəndim. Paltarlarımı falan yerləşdirirəm. Zaten sabah çıxacağıq. Bir günlüyünə gəlmişdik dincəlməyə. Belə, çox qəşəng oteldir. Aşırı qəşəng abu-havası var və qəşəng vibe verir. Hər şey qızıldandır. Belə köhnə zamanların vibe-ını verir, çox qəşəngdir. Belə. Mən sizə kombinimi göstərmişdim. İndi bilmirəm, pijamamı falan geyinəcəm. Dostlar, indi biz hazırlaşırıq, gedək havuza. Saat 4-dür. Saçım çox qəşəng oldu belə. Pijamalarımı hal-hazırda geyinmişdim uzanam, amma saat 4-dür. Getməliyik, çünki 2 saat üzəcəyik. Belə. Dostlar, mən pijama neydi? Kupanik geyinəcəm və dediyim kimi ancaq full qadınlar olacaq. Misirdə çəhrayı kupanik geyinmişdim, onu geyinəcəm. Yaşlım da var idi, amma hər şey məndə çəhrayı olduğu üçün konsept belə seçdim. Geyinib gəlirəm okeanda. Hazırlar. Mən hazıram. İndi gedəcəyik belə. Saçımı yığmayacağam. Elə-belə qalsın, gedəcəyik. Belə. Düzdür, məncə bağlı havuza gedirik, amma indi dəqiq bilmirəm. Məncə bağlı havuza gedirik. Yenə də hər ehtimala qarşı gün kremi vuracağım. Dostlar, hazıram. Hər şey çəhrayıdır. Xələtçim olub. Bunu Misirə almışdım, amma geyinmək qismət olmadı. Burada qismət imiş. Dostlar, havuza getdik. Dostlar, mən üzdüm. Saçım başıma. Saçıma bax. Zaten gedib otaqda çiməcəyik. Belə havuzda üzdüm. Biraz. Dostlar, mən çıxdım. Bunda da üzdüm. Bunda da. Düz 1 saatdır. İndi çay içirik. Sonra altın xanımızın verirsən. Dostlar, biz gəldik havuzdan. Birazdan duş alacağım. İndi almayacağım. Çünki axşam isə restorana gedəcəyik. Milanaya baxacağım. Anam gedəcək masaja.
Belə. Çox yorğunam. Sonra da duş alacağım birazdan. Sular desə xlorludur, saçımı nəsə qəribə elədi, codlaşdırdı. Belə. Anam getdi Milana ilə tək qaldım. Belə. İndi otağa ballı tort zakaz elədim. Ay saçıma bax. Ballı tort zakaz elədim. Gələcəyi yeyəcəm. Çok. Ballı tort demişdim. Çox qəşəng servis eləyirlər. Aşırı bəyəndim. Milan da burada oynayır. Ortalıq biraz dağınıq da ola bilər. Çox qəşəng hava var. İndi onu videoya qoyacağam. Son, çok ucalma. İndi ballı tort zakaz elədim. Yiyəcəm, çay qoydum, içəcəm. Qəşəng tort gətiriblər ballı. Çox qəşəngdir, baxın. Dostlar, indi ballı tortumdan çayımı içirəm. Bu arada biz buraya gəlməyimizin səbəbi həm dincəlmək və həm də atamın ad günüsüdür. Ona görə burada qeyd etmək istədik. İndi axşam təbii ki gedəcəyik restorana, qeyd edəcəyik, həm də ki axşam yeməyi falan yeyəcəyik. Ona görə nə geyinəcəm, onu göstərim. Kombinləyək, həm də yubka geyinəcəm. Ağ yubka almışam özümə. Nədir? Ağ yubka aldım özümə. Onu geyinəcəm və üstünə hansı köynəyi geyinim bilmirəm. Onları sizlərlə bərabər seçəcəm onu. Dostlar, mamagil gəldi. İndi girirəm çimməyə. Bir dənə duş alım. Çünki dostlar, burada saçıma görə. Saçım biraz qəribədir. Ona belə. Okey, duş alacağıq. Buraları Milana dağıtdı, amma aşırı qəşəng şeylər var. Belə baxım ürünləri. Saç kremi. Şampun. Bu da yəqin bədən duş gel. Burada diş fırçası falan var. Baxım seti var. Dostlar, mən geyindim. Belə saçım belə bir şey yığdım. Belə geyindim. Kombini göstərim. Dostlar, gedirik. Kombinimi rahat göstərə bilmədim. Boy aynası yoxdur burada. Hər şey var, bir dənə boy aynası yox. Belə qoyum. Dostlar, indi götürmüşəm. İndi gedirik. Saçım falan dağıldı. Görək. Belə də həyəti bayağı böyükdü. Maşınlar nə? Bir. Ayağımı. Wow, çox qəşəng görsənər. Gəl sizə də göstərim. Düzdür, qabaqdan daha qəşəng görsənər. Qabağa da gedək. Mən sizə kombinimi göstərəm. Mən kombinimi heç qəşəng göstərə bilmədim. Yəni gəlirlər. Dostlar, belə deyil. Telefonum 16%'dir. Başlığı gətirməmişəm. Şunurunu gətirmişəm. Mama kutu.
Night otelə. Çox yorğunam. Sabahlar tezdən duracağıq, gedəcəyik. Səhər yeməyinə böyük ehtimal elə olacaq. Sabahlar yola düşəcəyik, gedirik Bakıya. Bir günü yedirəm. Nə qədər görsəm də bilmirəm, amma əzildi. Əlimdən yerə düşdü. Belə, hətta burası da oldu. İyi bir yox. İndi sabahları gedəcəyik. Mən indi bilmirəm, tam indi düşünəcəm. Videonu düzəldəcəm. Əgər sabahı vloglasam, yəni Şamaxıdan, zaten bir günlük vlog idi, Şamaxıdan Bakıya dönmək vlogu kimi olsa, yəni hamısını bir yerdə bu videoda paylaşacağam. Bəlkə inanmıram ayrı paylaşam. Çəksəm əgər paylaşacağam, söz verə bilmərəm. Çünki yollar aşırı yorğundur və yolda bir şey eləmirik. Amma böyük ehtimal çəkərəm. Əlimə nə gəlib elə çəkərəm. Çalışdığım qədər bu arada sizə göstərməyə çalışdım. Çünki telefonum həm şarjı az olur, həm də ki Milanla və Şəruriyyə baxıram. Yəni baxırıq. Yəni başım qarışır. Ona görə video çəkmə yadımdan çıxır. Amma çalışdığım qədər çəkirəm. Bunu da deyim, bilin. Tam söz vermirəm, çəkəcəm, çəkməyəcəm. Amma yəni çalışacağım, çəkim. Okey, mən yatmaq üçün hazıram. İndi, bilmirəm, sabah çəkəcəm, dediyim kimi çəkməyəcəm. Gedim çamadanımı yığacam indi. Sonra da yatacam, yəni uzanacam. Bayağı yorğunam, zaten videomu editləyəcəm. Yəni yuxum gəlinə qədər editləyim, sonra yatım. Okey, onda öpürəm sizi, sabah çəksəm görüşərik. A few moments later. Dostlar, sabahınız xeyir, necəsiz? Biz durduq. Qaqamcılar dursa, səhər yeməyinə gedəcəyik. Belə. Saçımı gecə 2 dənə belə hördüm. Dün səhər bəlkə bir sığ olan. Buranın bir şey qəşəng ki, çox qəşəng mənzərəsi var. Hə, burada yayda aquapark da var. Belə oyun yeri var. Futbol, basketbol, hər şey, park falan var. Prosta onlar yayda açılır. İndi havalar tam isinməyib. İsinib, amma tam isinməyib. Yəqin ki, bu ayaqda belə mənzərə var. Baxın, burada inəklər var. Aquaparkda baxın oradadır. Ancaq burada dostlar, bu arada quşlar oluyor. Ancaq quşdur. Böyle hər yer yaşıllıqdır. Sonra biz yedirik səhər yeməyinə. Açlarımı açıram. Çox qəşəng olub. Bu arada 2 dənə kepka gətirmişəm. Birini taxmadım, amma indi hava aşırı istidir. Deyirəm kepkamı taxım, baxın görün hansı ki. Oh my god. Çox qəşəng. Bomba. Mən saçımın ucu qalıb deyə altından da hörürəm. Gecə o qədər yorğun uydum. Yəni dəl kimi yorğun uydum. Hətta yəni editi yarımçıq eləmişəm. Çolkalarım düzü çox uymur bunun şeyini. Bu sport gibi şey. Sport deyəndə çox düzdür. Bunlar aşırı qıvırcıqdır. İndi kepkalara baxacağım. Mən niyə danışa bilmirəm? İlk öncə qara var. Qaranı tərsən taxa bilməyəcəm. Çünki bunun burası deşikdir. Mən qəşəng görsənmir. Qaranı belə taxsam taxacağım. Ay. Dəqiq düzəldim, gəldim. Amma ağı taxsam, bu tapışqam, baxın bu tapışqamı necə göstərim. Bunu geyinirəm. Bunu bu
bu arada Barbie'si qopub, bunun Barbie'si yaşayıb. Bu. Bombastik Onun strateji değildi, onu o kadar sevmiyorum. Onu mutlu aldım. Ama taxacam tabii ki. Qəşəng üçün. Efo baba fantastik. Bu çöynəyim bu kadar rahat olmasaydı. Necəsiz? Milana geldi. Baştan beri darayım. Aa, bu mu kadar kıvırtılı? Sarı falan götürmeyiblər. Ben götürürüm. Zaten yine otağa gələcəyik. Hiçbir şey götürmeye. 100% burada. Okey. Tamam, ses gel. Böyle bir şey götürdüm belə. Sağ olun. Kalbasa halal haramdır bilirsən. Halaldır. İndi gedirik Şərifəm. Otağa hazırlaşaq. Çamadanları indirdilər. Biraz oyun oynadıq. Gedirik maşına. Yola çıxırıq. Çıxırıq. Gaz gələcək. Elə bir şey Misirdəyəm, elə hiss elətdirir. Markete düştük. Geçe bir şey yoktu ki. Yok kokuşuyorlar. Mahvet olur. Kulağı ayrı su yok da. Ya. Götür sen. Zilla bunlar kadar. Markete düşmüştük. Bir şeyler aldık. Gösterim. Bundan aldık. Yeyirəm. Bundan aldık. Bundan hamısından aldık. Özüm aldıqlarım bunlar. Bir əlimlə tuturam kameranı çəkdim. Ah, beyaz zibil qabında verirəm. Su. Və
Ne sakın? Dedi. Arkadaşım çok istidir. Hardası 4'e zada çatacaq evə. Belə. Dostlar, ay saçma. Biz çatdıq evə, yəni Bakıya çatdıq. Çox yorğunam. Əsasən hava o qədər istidir ki, yəni hardasa bəlkə bir 40 dərəcə isti var, rahat bir 40 dərəcə isti var. Yoxdursa da biz elə hiss elədik. Saçım. Dostlar, vloqum bu qədər idi. Ümidvaram bəyənibsiz. Ay Allah, saçıma. Dostlar, vloqum bu qədər idi. Ümidvaram bəyənibsiz, ümidvaram maraqla izləyibsiz. Neçə həftədən sonra vloq atdım. Çalışdığım qədər maraqlı vloqlar çəkirəm. Çünki, bilməm, maraqlı izləyin. Mən burada qəşəng əylənirəmsə, siz də əylənin. Neyse dostlar, öpürəm sizi. Sağ olun, özünüzə yaxşı baxın.